Dövlət İmtahan Mərkəzinin sədri Məlikə xanım Abbaszadə cəmiyyətimizdə təhsil eksperti kimi tanınan bir sıra təhsil mütəxəssislərini kəskin şəkildə tənqid edib. Məlikə xanımın indi sizlərə həmin çıxışını təqdim edəcəm, ondan sonra isə öz subyektiv fikirlərimi bildirəcəm. Məlikə xanım bilirsiniz ki, 2 gün bundan öncə briefing keçirdi və briefingdə jurnalistlərin suallarını cavablandırdı. Orada Məlikə xanım qeyd etdi ki, təhsil sahəsində ekspert kimi tanınan şəxslərin çıxışlarına münasibət bildirərək qeyd etdi ki, sosial şəbəkədə, sosial mediada paylaşım etmək ekspert statusu qazanmaq üçün kifayət deyil. Ekspertlərin hər şeydən əvvəl vicdanı olmalıdır. Mən başa düşə bilmirəm ki, bu insanlara ekspert adını kim verib? Neçə il ali və orta məktəbdə dərs deyiblər? Hansı elmi məqalələri yazıblar? Beynəlxalq konferanslarda çıxış ediblər? Din rəhbəri qeyd edib ki, sosial şəbəkələrdə, xüsusilə Facebook və TikTok kimi platformalarda fikir bildirmək heç də ekspert olmaq anlamına gəlmir. Sosial mediada nəsə yazmaqla insan ekspert olmur. Təhsili nədir? Hansı universiteti bitirib? Nə vaxt bitirib? Mənə sadəcə adını, soyadını deyin, sizə deyim o neçə balla həmin universitetə daxil olub. Onda görək kim necə təhsil eksperti olubdur. Məlikə Abbaszadə belə şəxslərin çox zaman tanınmaq, ictimai imaj qazanmaq və maddi maraq əldə etmək üçün bu tip fikirlər səsləndirdiyini bildirib. Bəzi şəxslər sadəcə məşğullaşmaq və bəlkə də biraz daha çox pul qazanmaq üçün bu çıxışları edirlər. Amma ictimai fikir onların vasitəsilə formalaşmır. DİM sədri vurğulayıb ki, ictimai rəyin əsasını real təhsil ictimai tərəfindən formalaşdırılır. İctimai fikir deyəndə mən ilk növbədə ali təhsil müəssisələrinin müəllimlərini, orta ixtisas və orta məktəb müəllimlərini nəzərdə tuturam. Onlar real vəziyyəti görür və qiymətləndirirlər. Məlikə Abbaszadə əlavə edib ki, imtahanların nəticələrini şəffaf şəkildə təqdim edirlər və bu nəticələr hər kəs həm abituriyent, həm də valideyn tərəfindən izlənilə bilər, özləri baxa bilərlər. O müəllim ki, əvvəlcədən deyir bu uşaq yaxşı oxuyur, amma düzgün qiymətləndirilməyib. O sadəcə özünü düz danışan kimi göstərmək istəyir. Əslində isə proses açıq və obyektiv şəkildə aparılır. Deməli, mən sizə Məlikə xanımın çıxışını təqdim etdim. Mən indi istərdim ki, öz subyektiv fikrimi bildirim. Deməli, 6-cı ilə yaxındır ki, ölkənin ən böyük elm və təhsil kanallarından biriyik və ən çox izlənən elm və təhsil kanalıyıq. Çünki statistika bunu göstərir ki, bizim təhsil kanalından daha çox izlənən ikinci təhsil kanalı yoxdur. 200 mindən artıq izləyicimiz var. Mən Tuğay müəllim artıq ikinci magistr təhsilimi tamamlayıram. Birinci təhsilim iqtisadi sosial coğrafiya üzrə idi. İkinci isə Azərbaycan Pedaqoji Universiteti ilə Amerikanın George Washington Universiteti arasında ikili diplom dövlət proqramı əsasında almışam. Təhsilin idarə edilməsi və insan inkişafı üzrə Amerikalı professorlardan təhsil almışam, belə deyim. Amma bütün bunlara baxmayaraq mən fikir bildirəndə, fikir səsləndirəndə ehtiyatla danışıram və məsələnin həssaslığını nəzərə alıram. Çünki təhsil cəmiyyətimizdə elə bir sahədir ki, az qala bütün ailələr, bütün insanlar bu prosesin bir parçasıdır və pamfoslu çıxışlar səsləndirib, xalqın, belə deyim, insanların arzuladığı fikirləri səsləndirib onları aldatmaq hesab edirəm ki, bu nə vicdan məsələsi, vicdanın nöqteyi nəzərdən doğru deyil, nə də peşəkarlığa yanaşmır. Çünki müşahidələrim onu göstərir ki, xüsusilə də son zamanlar televiziya kanallarına çağırılan təhsil ekspertləri sanki bayağı verilişlərimizdə olan ekspertlər kimi, yəni ailə məişət mövzusuna oxşar formada təhsildən danışırlar. Yəni onların səsləndirdiyi fikirlərin reallıqla bəzən heç bir əlaqəsi olmur. Düzdür, sosial şəbəkələrdə və televiziyada onların fikirlərini alqışlayan, onların fikirlərini dəstəkləyən minlərlə, on minlərlə insan var. Əslində bu insanların bir çoxunun təhsil sahəsindən o qədər də anlayışı yoxdur. Onları mən qınamıram. Çünki o insanlar populyar insanların səsləndirdiyi fikirləri bir çox hallarda analiz etmədən bəyənirlər, dəstəkləyirlər. Amma gəlin real olaraq, gəlin peşəkar yanaşaq bu məsələyə. Biz özümüz Məlikə xanımın əvəzinə olsaq, həmin təhsil ekspertləri nəzərdə tuturam. Düşünün ki, Məlikə xanımın əvəzinə siz Dövlət İmtahan Mərkəzindən daha şəffaf bir qurum ortaya qoya bilərsinizmi? Gəlin səmimi olaq. Ölkədə bugün Dövlət İmtahan Mərkəzindən daha şəffaf, daha sağlam işləyən ikinci bir qurum varmı? Bugün reallıq ondan ibarətdir ki, mən öz nümunəmdə deyirəm ki, mən bir ucqar bir rayonun kəndindən gəlib, heç bir, belə deyim, kənar təsirlər olmadan dövlətin ən nüfuzlu proqramlarından birində təhsil alıram. Dövlət mənim təhsilim üçün 130 min dollar Amerika tərəfindən pul ödəyibdir. Yəni, mən Dövlət İmtahan Mərkəzinin şəffaflığı nəticəsində imkanım olmadığı bir dövrdə gəlib belə bir nüfuzlu proqramda təhsil alıram. Mən sizə minlərlə, on minlərlə insan göstərə bilərəm ki, ən yüksək balları toplayıblar, hansı ki, onların imkanları çox aşağı səviyyədədir. Onlar orta statistik Azərbaycan vətəndaşının bəzi hallarda yaşayış səviyyəsindən aşağıda yaşayırlar.
Amma reallıq ondan ibarətdir ki, Dövlət İmtahan Mərkəzi bu gün vətəndaşların sosial vəziyyəti, onların maddi durumu arasında heç bir fərq qoymadan sadəcə şəffaf şəkildə ən savadlı, ən uğurlu, ən istedadlı uşaqları üzə çıxardır. Ona görə də bəzən Məlikə xanım da dediyi kimi, kobud da səslənsə, xalq qazanmaq üçün, populyarlaşmaq üçün, insanlara yaxşı kimi görünmək üçün, onlara canı yandığını göstərmək üçün tənqid ediləcək qurumlardan biri Dövlət İmtahan Mərkəzi deyil. Başqa quruma hansısa bir tənqidi fikirlər səsləndirə bilərsiniz, amma Dövlət İmtahan Mərkəzi ölkədə bayaq da qeyd etdiyim kimi ən şəffaf işləyən qurumlardan biridir. Və bir fikri səsləndirməzdən öncə öz vicdanınızla baş-başa qalın və düşünün ki, əslində bax mən bu fikri səsləndirirəm. Bu nə dərəcədə realdır?